Salam dəyərli izləyicilər. Bugün sizə baş yüzü mübtədanı izah edəcəm. Birinci sual. Keçək suallara. Birinci sual. Mübtədası sual əvəzli ilə ifadə olunmuş cümləni müəyyən edin. Gələn kimdir? Burada A variantında fe'l sifətlə ifadə olunub. Gələn sözdür. Kim? Gələn. B variantında Hüseyn Cavid harada dəfn olunmuşdur? Kim harada dəfn olmuşdur? Hüseyn Cavid yenə isimlə ifadə olunub. Qardaşın nə axtarır? Kim nə axtarır? Qardaşın yenə isimlə ifadə olunub. Onları nə maraqlandırır? Nə burada sual əvəzlidir. Elə cavabımız burada D variantıdır. İkinci suala baxırıq. Deməli, mübtədası sifətlə ifadə olunan cümləni müəyyən edin. Gözəllər seyrəngahı san, görüm səni var ol, yaylaq yoxdur burada. B variantına baxaq. Namərd dar gündə aradan çıxandır. Kim? Namərd. Burada namərd sözü sifətdir. Amma isimləşdiyi üçün deməli adlı halda işlənib mübtədadır. Cavabımız elə B variantı. Namərd özü sifətdir, amma kim sualına cavab verdi və adlı halda işləndiyi üçün mübtədadır. Keçirik üçüncü suala. Mübtədası fe'li sifətlə ifadə olunmuş cümləni müəyyən edin. Baxırıq. Yolun sürüşkənliyi hamı üçün təhlükə yaradır. Nə edir? Təhlükə yaradır. Kim üçün? Hamı üçün nə? Yolun sürüşkənliyi. Deməli, sürüşkənliyi isimlə ifadə olunub. Söz birləşməsi, yolun sürüşkənliyi söz birləşməsi ilə ifadə olunub. A variantı deyil. B variantına baxırıq. Oxuyan müğənni tanımırdıq. Nə edirdik? Tanımırdıq. Kimi? Müğənni. Oxuyan müğənnini. Hansı müğənni? Oxuyan müğənni. Biz tanımırdıq. Mübtədası buraxılmışdır. B variantda getdi. C variantına baxaq. Sən gələndə uşaqların hamısı sevinir. Nə edir? Sevinir. Kim sevinir? Uşaqların hamısı söz birləşməsi ilə ifadə olunub. Burada da yoxdur. D variantına baxırıq. Küsəyən olmağı hiss olunurdu. Nə edirdi? Hiss olunurdu. Nə? Küsəyən olmağı yenə söz birləşməsi ilə ifadə olunur. Fe'li birləşmə yoxdur. Burada da bizə deyir ki, mübtədası fe'li sifətlə ifadə olunsun. Sonra çalışan öz məqsədinə nail olar. Nə edər? Nail olar. Kim? Çalışan. Çalışan burada fe'li sifətdir və adlı halda işləndiyi üçün mübtədadır. Dördüncü suala baxırıq. Deməli, cavabımız burada Y variantıdır. Dördüncü suala baxırıq. Su sıçrantılarının yuduğu göyərtədə dayananlar gözlərini qaranlığa zilləyib irəli baxırdılar. Nə edirlər? Baxırdılar. Kim? Su sıçrantılarının yuduğu göyərtədə dayananlar. Deməli, dayananlar sözü özündən əvvəlki sözləri tabe edib, deməli, nə yaradıb? Fe'li sifət tərkibi yaradıb. Cavab D variantıdır. Keçirik 5-ci suala. Şəhidi olmayan torpaq müstəmləkədir. Cümləsinin mübtədası yenə nə ilə ifadə olunmuşdur? Nədir? Müstəmləkədir. Nə? Şəhidi olmayan torpaq. Nədir müstəmləkədir? Nə? Torpaq. Deməli, torpaq burada isimlə ifadə olunur. Deməli, cavabımız D variantı. 6-ya keçirik. Hərflərin sırasını biləndə lüğət üzrə işləmək asan olur. Cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? Nədir? Asan olur. Nə olur? Asan olur. Nə? Hərflərin sırasını biləndə lüğət üzrə işləmək. Deməli, oldu məsələ tərkibi ilə işləmək sözü özünə əvvəlki sözləri tabe edib və tərkib yaratmışdır. 7-ci sual. Təbiətin bütün sirlərini kəşf edən insandır. Nədir? İnsandır. Nədir? Təbiətin bütün sirlərini kəşf edən insan. Nədir? İnsandır. Kim? Təbiətin sirlərini kəşf edən. Edən sözü özündən əvvəlki sözləri tabe edib yenə tərkib yaratmışdır. Cavabımız C variantıdır. İndi orada Gülgəzin bayaq dayandığı yerdə başqası dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Kim? Başqası. Başqa burada sifətdir. Başqa adam. Amma bu cümlədə isə adlı halda işləndiyi üçün mübtəda yerində işlənmişdir. Deməli, sifət mübtəda rolunda çıxış etmişdir. Cavabımız sifət olan variant D variantıdır. Deməli, cavabımız D variantı. Keçirik növbəti suala. Mənəvi təkamülün zirvəsinə çatmaq hər insana nəsib olmur. Nədir? Ümumiyyətlə, nəsib olmur. Nə nəsib olmur? Mənəvi təkamülün zirvəsinə çatmaq. Yenə çatmaq sözü özündən əvvəlki sözləri tabe edib tərkib yaratmışdır. Bəli, A variantı. Sonra 10-cu suala baxırıq.
işlədiyi idarənin maliyyə yardımı Kərəmin xaricdə təhsil alması üçün şərait yaratdı. Nə Kərəmin təhsil alması üçün şərait yaratdı? İşlədiyi idarənin maliyyə yardımı. Deməli, maliyyə yardımı, idarənin maliyyə yardımı. İdarənin maliyyə yardımı bir yerdə söz birləşməsi, yəni isim birləşmədir. A variantı. Keçirik növbəti suala. Əli bəy Hüseynzadə 20-ci əsrin əvvəllərində Füyuzat jurnalının nəşrinə başladı. Cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? Əli bəy Hüseynzadə, artıq bu asan sualdır, mürəkkəb adla ifadə olunmuşdur. Cavabımız 11C variantı. Dərsi diqqətlə oxumaq bütün şagirdlər üçün vacibdir. Cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? Yenə baxırıq. Deməli, dərsi diqqətlə oxumaq bütün şagirdlər üçün vacibdir. Nədir? Vacib. Necədir? Vacibdir. Nə? Dərsi diqqətlə oxumaq. Deməli, oxumaq sözü özünə əvvəlki sözləri tabe edib tərkib yaratmışdır. Cavabımız məsələ tərkibi B variantı. Keçirik növbəti suala. O da atası kimi kapitan olmaq, gəmi sürmək istəyir. Nə edirdi? Kim gəmi sürmək istəmir? Kim gəmi sürmək istəyirdi? O. O burada nədir? Əvəzlikdir. Mübtəda vəzifəsində işləmişdir. Özdə işarə yox, şəxs əvəzi. Çünki işarə əvəzliyi olan o, mübtəda yerində işləmir. Ona görə cavabımız B variantıdır. Sonra keçirik 14-cü suala. Hamıdan artıq ürəklə və həvəslə işləyən Rəhman idi. Kim idi? Rəhman idi. Kim? Hamıdan ürəklə həvəslə işləyən. Deməli, işləyən sözünün əvvəlki sözləri tabe edib, fe'li sifət tərkibi əmələ gətirmişdir. D variantı. 14-də D variantıdır. Sonra keçirik 15-ci suala. Uşağı ərköyün böyütmək onun gələcəyini məhv etməkdir. Cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Uşağı ərköyün böyütmək. Onun gələcəyini məhv etməkdir. Onun gələcəyini məhv etməkdir. Nə? Uşağı ərköyün böyütmək. Yenə böyütmək sözü özünə əvvəlki sözləri tabe edib, deməli nə olacaq? Tərkib yaradacaq və məsdər tərkibi 15 Y variantı. Sonra dünəndən bəri eşitdiklərim səni də təəccübləndirəcək. Nə edəcək? Təəccübləndirəcək kimi səni nə? Dünəndən bəri eşitdiklərim. Dıq plus mənsubiyyət olarsa fe'li sifət olacaq və əvvəlki sözləri tabe elədiyi üçün yenə fe'li sifət tərkibi əmələ gətirəcək. Keçirik növbəti suala. 17-ci sual. Yaralı ağrıdan sızıldayırdı. Kim sızıldayırdı? Yaralı. Yaralı burada cümlədən qıraqda belə düşünəkdə. Nitq hissəsi baxımından sifətdir. Amma burada adlı halının yerində işləndiyi üçün mübtəda vəzifəsində işləmişdir. Cavabımız D variantı. 18 suala baxırıq. Mübtədası sifətlə ifadə olunan cümlədir. Mübtədası sifətlə ifadə olunan. Baxırıq, yaxşılığı qorumaq hamımızın borcudur. Burada məsdər tərkibi ilə ifadə olunub, qorumaq, yaşıllığı qorumaq. Bir yerdə məsdər tərkibi yaradıb, mübtədası məsdər tərkibidir. Gənclərə edilən qayğı qiymətləndirildi. Nə edildi? Qiymətləndirildi. Nə? Gənclərə edilən qayğı nə? Qayğı. Qayğı burada isim olduğu üçün isim ilə ifadə olunub. Bizdən isə istəyir sifətlə ifadə olunsun. Hamı suyun çəkilməsini nə sevinirdi? Nədir? Sevinirdi. Kim sevinirdi? Hamı. C variantında hamı olmaz. Çünki burada əvəzliklə ifadə olunub. D variantına baxarıq. İgidlər bir andaca meydana atıldılar. Nə edilər? Atıldılar. Kim? İgidlər. İgid özü nitq hissəsi baxımından sifətdir. Amma ismi yerində işləndiyi üçün, adlı halda işləndiyi üçün deməli, burada igidlər sözü mübtəda vəzifəsində çıxış etmişdir. Cavabımız 18-də D variantıdır. Sonra keçirik 19-cu suala. Cümlələrin birində mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur. Mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur. Tələbələrə məqalə yazmağı elmi rəhbərləri tapşırmışdı. Nə etmişdi? Elmi tapşırmışdı. Kim tapşırmışdı? Elmi rəhbərləri. Burada ismi birləşməklə ifadə olunub. B variantına bax. Fərman, Zəhra və sevincin məqsədi tələbə olmaqdır. Fərman, Zəhra və sevincin məqsədi. Yəni fərmanın məqsədi, sevin burada mübtəda yoxdur. Sonra C variantına baxırıq. Akademiyanın tələbəsi olmaq gənc Cəlalın ən böyük arzusudur. Və diqqət edək. Nədir? Arzusudur. Nə?
akademiyanın tələbəsi olmaq. Deməli, olmaq sözü özündən əvvəlki sözləri tabe edib tərkib yaratmışdır. Deməli, məsdər tərkibi mübtəda vəzifəsində işləmişdir. Keçirik 20-ci suala. Hansı cümlədə mübtəda fe'li sifətlə ifadə olunmuşdur? Sizin sözünüzün kəsəri azdır. Nə qədərdir? Azdır. Nə? Sizin sözünüzün kəsəri. Söz birləşməsi ilə ifadə olunub. İsmi birləşmə A getdi. Dünyadakı soydaşlarımızın əsas dərdi vətən dərdidir. Nədir? Vətən dərdidir. Nə? Dünyadakı soydaşlarımızın əsas dərdi. Yenə söz birləşməsi ilə ifadə olunub. Yəni ismi birləşmə ilə ifadə olunub. Bunu da götürmürük. C variantına baxaq. Söz var, gələr keçər. Söz var, dələr keçər. Burada da sifətlə, fe'li sifətlə ifadə olunmayıb. Baxırıq D variantında nə var görək. Oğul tərbiyəli və intizamlı olmalıdır. Oğul sözü kim? Oğul. Oğul sözü burada isimlə ifadə olunub. Sev ki, sevən mərd olar. Nə edər? Mərd olar kim? Sevən. Sevən burada fe'li sifətlə ifadə olunmuşdur. Deməli, cavabımız E variantıdır. Sonra keçir növbəti testə. Hansı cümlədə mübtəda zərflə ifadə olunub? Zərflə. Baxırıq, məktəbimiz yuxarıda parkın yaxınlığındadır. Nə? Məktəbimiz. Hara? Məktəbimiz. Deməli, ismlə ifadə olunub. Uşaq gah aşağı enir, gah da yuxarı qalxırdı. Kim? Uşaq ismlə ifadə olunub. Tənbəllər həyatda müvəffəqiyyət qazana bilməzlər. Kim qazana bilməz? Müvəffəqiyyət. Tənbəllər. Yenə isimlə ifadə olunub. Sonra aşağılar gül çiçək içindədir. Bu aşağı yuxarı özü zərfdir nitq hissəsi baxımından. Amma burada adlıq halda işləndiyi üçün aşağılar gül çiçək içində idi. Deməli, adlıq halda olduğu üçün mübtəda olacaq. Keçirik 22-ci suala. Ləngimək ölümə bərabərdir cümləsində mübtədanın nə ilə ifadə olunmuşdur? Ləngimək nə? Ləngimək. Deməli, ləngimək burada mağmək məsdərdir. Özünə əvvəlki söz olmadığı üçün məsdərin özüdür. Tərkib deyildir. Cavabımız D variantı. Sonra hansı bəndə cümlənin mübtədası səhv göstərilmişdir? Mübtədası səhv göstərilmişdir. Baxırıq. Topqapı sarayının tavanı necə də gözəldir. Nə gözəldir? Topqapı sarayının tavanı. Mübtəda düzdür, yerində işlənib. Bağın sərinliyi də onun canına dinclik gətirmirdi. Nə onun canına dinclik gətirmirdi? Bağın sərinliyi. Yenə mübtəda yerində işlənib. Sonra keçir C variantına. Aşağıdakı dərədə daxma və ağaclar görünürdü. Nə görünürdü? Daxma, nə görünürdü? Ağaclar. Deməli, C variantında yerində işlənib. D variantına baxırıq. Üzü niqablı, əli qılınclı gənc adam bağdan küçəyə şığıdı. Kim küçəyə şığıdı? Adam. Deməli, yenə yerində işlənib. D variantı yerindədir. Keçirik Y variantına. Muradı Bağdada o özü çağırmışdı. Kim çağırmışdı? O çağırmışdı. Burada mübtəda o əvəzliyidir. Amma burada muradı sözü tamamlıqdır. Deməli, cavabımız elə budur. Sonra keçirik. Səhv fikri odur, yəni. 24-də baxırıq. Hansı cümlədə mübtəda ismi birləşmə ilə ifadə olunmuşdur? Baxaq variantı. Sınaq meydanı vətən uğrunda, azadlıq uğrunda döyüşlər gedən yerlərdir. Hara? Sınaq meydanı. Elə sınaq meydanı söz birləşməsi, yəni ismi birləşmə ilə ifadə olunan mübtədadır adlıq halda işləndiyi üçün. Elə cavabımız 24-də A variantıdır. Eşitdiyinə inanma. Nəyə inanma? Eşitdiyinə fe'li sifətlə ifadə olunub, yox. Doğrudan da Məmmədli, qeyrət halal olsun sənə. Məmmədli. Burada yenə yoxdur. Söz birləşməsi deyil. O vaxtlar Azərbaycan müstəqil dövlət kimi Azərbaycanı müstəqil dövlət kimi görmək hamımızın arzusu idi. Nə hamımızın arzusu idi? Azərbaycanı müstəqil dövlət kimi burada məsdər tərkibi ilə ifadə olunmuşdur. Bizdən isim birləşməni istəmişdi. Ona görə D variantda yoxdur. Y variantına baxaq. Dünən baş verən bütün hadisəni dostuna danışdı. Bir də dünən baş verən hadisəni dostuna danışdı. O danışdı. Burada mübtəda yoxdur. Sonra deməli cavabımız A variantı oldu. Keçirik növbəti suala. Mübtədası mücərrəd mənalı isimlə ifadə olunmuş cümləni müəyyən edin. Baxırıq. Hər oxuyan Molla Pənah olmaz. Kim Molla Pənah olmaz? Hər oxuyan. Fe'li sifətlə ifadə olunub. Daha doğrusu tərkiblə ifadə olunub. Fe'li sifət tərkibi ilə. A variantı getdi. B-yə baxırıq. Yaşamaq yanmaqdır.
Nə yanmaqdır? Yaşamaq. Deməli, burada məstərlə ifadə olunub. Yaxşılıq insana bir sənət olsun. Yaxşı sifətdir, lıq artırılaraq isim olmuşdur və bu yaxşılıq mücərrəd mənalı isimdir, mübtəda vəzifəsində işləmişdir. Cavabımız deməli burada C variantıdır. Nə yaxşılıq bir sənət olsun, nə sənət olsun, yaxşılıq. Deməli, yaxşılıq burada mübtədadır və mücərrəd mənalı düzəltmə ismi ilə ifadə olunmuşdur. Sonra, mən səni həmişə sağlam görmək istərdim. Kim? Mən. Burada da mən şəxs əvəzliyi ilə ifadə olunmuşdur mübtədası. 26-cı suala baxırıq. Hansı cümlənin mübtədası fe'li sifət tərkibi ilə ifadə olunmuşdur? Hansı cümlənin mübtədası fe'li sifət tərkibi ilə ifadə olunmuşdur? Xeyirxah işlərlə məşğul olanları qorumaq lazımdır. Nə lazımdır? Xeyirxah işlərlə məşğul olanları qorumaq. Məsəl tərkibi işləmişdir. Özünə əvvəlki sözləri tabe edib, tərkib yaradıb. Sonra B. Bu işləri görən şəxs böyük məsuliyyət daşır. Kim? Şəxs. Burada isim ilə ifadə olunub. Bizdən fe'li sifət tərkibini soruşur. C-yə baxırıq. Milli teatrımız əsasını qoyanlar unudulmayacaqdır. Kim unudulmayacaq? Milli teatrın əsasını qoyanlar. Qoyanlar sözü fe'li sifətdir. Özünə əvvəlki sözləri özünə tabe edib, tərkib, fe'li sifət tərkibi yaratmışdır. Elə cavabımız C variantıdır. Öz işini bacarmayanları unutturmaq, onu utandırmaq gərəkdir. Nə gərəkdir? Öz işini bacarmayanları utandırmaq. Utandırmaq sözü özünə əvvəlki sözləri tabe edib, məsdər tərkibi yaratmışdır. D-də deyil. Deyilənlər, tapşırılanlar yadınızdan çıxmasın. Bax, siz burada səhv edə bilərsiniz. Bu fe'li sifətdir, amma bizdən fe'li sifət tərkibi ilə ifadə olunmasını istəyir. Burada fe'li sifət özünə əvvəlki sözləri tabe eləmədiyi üçün tərkib deyil, fe'li sifətin özüdür. Ona görə bunu da götürmürük. 27-ci suala baxırıq. Hansı bəddəki cümlənin mübtədası fe'li birləşmə ilə ifadə olunmuşdur? Fe'li birləşmə, yəni məsdər tərkibi də ola bilər, fe'li sifət tərkibi də ola bilər, fe'li bağlama tərkibi də ola bilər. Yox, fe'li bağlama ola bilməz. Çünki mübtəda fe'li bağlama ilə ifadə olunmur. Fe'li bağlama ancaq zərflik olur. Baxırıq 27-ci suala indi. Salatının göz yaşlarına baxmayaraq anasının adından dönmədi. Burada mübtəda anası kim? Anası sözüdür. Ona görə isim ilə ifadə olunub. A variantı getdi. B variantına baxarıq. Adanın o tərəfindəki qamışlıqdan səs gəldi. Adanın o tərəfindəki qamışlıqdan səs gəldi. Adanın o tərəfindəki qamışlıqdan. Yoxdur burada. Nədir? Səs gəldi. Yoxdur burada. Getdi. Bunu görən Çərkəz özünü saxlaya bilmədi. Kim saxlaya bilmədi? Çərkəz. Deməli, isim ilə ifadə olunub. Yoxdur burada cavabda. Ağacların kölgələri uzanıb, çarpazlaşmış və küçəyə sərilmişdi. Ağacın kölgələri uzanıb, kölgələr sərilmişdi. Olmaz. Deməli, uzanıb sözü özünə əvvəlki sözləri tabe edib, tərkib yaradıb, uzanıb, çarpazlaşmış və küçəyə. Deməli, burada mübtəda yoxdur. Y variantına baxarıq. Bizdən fe'li birləşmək istəmişdi. Harada qaldıq? Deməli, buranı salamat keçmək evə çatmağa bərabər idi. Nə evə çatmağa bərabər idi? Buranı salamat keçmək. Deməli, keçmək sözü özünə əvvəlki sözləri tabe edib, fe'li birləşmə, yəni məsdər tərkibi yaratmışdır. Deməli, cavabımız Y variantı. 28-ci suala baxırıq. Cümlələrin birində mübtəda buraxılmışdır. Sizi indi... Sizi indicə çağıracaqlar. Burada qeyri-müəyyən şəxsi cümlədir. Deməli, mübtədası buraxılmayıb deyə onu götürmürük. Gözəl şairimiz Söhrəb Tahirin anasının gəlişini hamımız yaxşı xatırlayırıq. Gözəl şairimiz Söhrəb Tahirin anasının gəlişini hamımız. Kim? Hamımız. Hamımız sözü burada var. Bəzən xatırlayırıq sözü uşaqlar qarışdırır və deyir ki, mübtədası buraxılıb. Amma burada hamımız sözü mübtədadır. Ona görə B variantı deyil. Dəfələrlə Bakı gəmi limanından kör peşman geri qayıtmışdıq. Kim geri qayıtmışdı? Biz qayıtmışıq. Deməli, biz qayıtmışdıq. Deməli, biz buraxılmışdır. Bizdən də istəyir ki, mübtədası buraxılsın. Deməli, cavabımız 28-də C variantıdır. 29-cu suala baxırıq. Mübtədası fe'li birləşmə ilə ifadə olunmuş cümləni müəyyənin. Yenə fe'li birləşmə, yəni ya məsdər tərkibi olmalıdır, ya fe'li sifət tərkibi olmalıdır, ya da fe'li bağlama tərkibi olmalıdır. Baxaq, olimpiyada iştirak edənlər mükafat aldılar. Kim mükafat aldı?
Olimpiyadada iştirak edənlər. Deməli, edənlər sözü fe'li sifətdir. Özündən əvvəlki sözü özünə tabe edib, yəni olimpiyada iştirak edənlər bir yerdə götürülür. Mürəkkəb fe'ldir. Deməli, özündən əvvəlki sözləri tabe edib, elə fe'li birləşmə, yəni fe'li sifət tərkibi fe'li birləşmə yaratmışdır. A variantdır burada. Sonra 30-cu suala baxırıq. Mübtəda aid edilmiş əlamətlərdən biri səhvdir. Xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşır. Bu düzdür. Bunu götürmürük. Səhvi istir. İsmi birləşmə ilə ifadə oluna bilir. Bəli. Elə cavabların içində də var idi ismi birləşmə. Məsələn, məktəbin direktoru iclas keçirdi. Kim iclas keçirdi? Məktəbin direktoru. Deməli, ismi birləşmə ilə ifadə oluna bilir. A variantında verəydə mübtəda xəbərlə şəxsə və kəmiyyət. Məsələn, onlar danışırlar. Onlar danışırlar, həm şəxs var, həm də üçüncü şəxsdədir və kəmiyyət də lar şəkilsi, deməli, A variantda var. Cümlənin ən müstəqil üzvüdür, bu düzdür. Ayrı-ayrı nitq hissələri ifadə olunur. Elə bütün cavabların içində sifətlə ifadə olunmasını göstərmişik. Fe'li sifətlə, sayla, məsələn, 5-cilər gəldi. Qoca danışır, sifətlə ifadə oluna bilir. Deməli, ayrı-ayrı nitq hissələri ifadə oluna bilir. Düzdür. Fe'li birləşmə ilə ifadə oluna bilmir. Xeyr. Elə bu cavablarda, yuxarıdakı cavablarda vardır. 29-cu suala baxın. Olimpiyada iştirak edənlər. Edənlər burada fe'li sifət tərkibidir. Yəni, fe'li birləşmədir də. Fe'li birləşmənin növüdür. Fe'li sifət tərkibi, məstər, fe'li bağlama tərkibi. Bunlar fe'li birləşmənin növləridir. Deməli, E variantı oluna bilmir, yox, oluna bilir olmalıydı. Ona görə cavabımız Y variantıdır. Bu qədər. Davamını da növbəti günlərdə izah edəcəyik. Sağ olun.